Hadi sana veririm inşallah. İşgal olmuş. En vacip yerlerde bak bunu açar. Amin inşallah. Amin. İnşallah. Açın. Yani kesinlikle bir çeke. Açın burada. Ama Şurada bizlik görüşeceğiz. Ben de Bugün bir Azərbaycan Respublikasının şəhid aliləri, əlil və müharibə veteranlarının hüquqlarının müdafiəsi İctimai Birliyi Ramazan bayramı ilə bağlı oruç tutanlarımızın, dindarlarımızın Allah qəbul eləsin və əsərlərimizi də yaddan çıxartmamışıq. Biz yəqin ki 3 hərbi hissəyə keçid edəcəyik və onlardan ilk öncə biri 037 saylı hərbi hissədir. 037 saylı hərbi hissə bildiyiniz kimi Vətən müharibəsində ən ağır yükü daşımış bir hərbi hissədir. Bu hərbi hissədə bütün texnikalar, vurulmuş texnikalar bu hərbi hissəyə gəlirdi. Bütün qəzalı problemlərin hamısını 037 saylı hərbi hissə ortadan qaldırırdı və bugün bizim bura gəlməkdən məqsədimiz əsərlərlə bayram sovqatını gətirmişik. Az da olsa qəbul edəsiniz. Çünki 3 hərbi hissədən keçid eləyəcəyik biz. Elə birincisi 037-də keçmişik və biz bu günləri Azərbaycan Respublikasının şəhid aliləri, əlil və müharibə veteranlarının müdafiəsi İctimai Birliyi demək Qızılay Para Cəmiyyətində Ülviyə xanım və Kalpazar Statistika şirkətinin direktoru Uğurlu Dad adlı Hacı Rasim təşəkkür edirik. Hacı Rasimin də burada əməyi var və biz bu günləri bütün 37-nin kollektivin, hərbi hissənin ümumi kollektivini Ramazan bayramı münasibətilə təbrik edirik. Onlara can sağlığı arzulayırıq. Var olun, sağ olun. Halal xoşunuz olsun. Biz əsərlərimiz üçün hər zaman diqqət və qayğı göstəririk və bütün hərbi hissələrdə bundan sonra keçid edəcəyik. Və bir də qeyd etmək istəyirəm, gördüyünüz bu park Vətən müharibəsində nə qədər texnika varsa bu parkda təmir edilirdi və biz müharibənin 44 günlük Zəfər müharibəsinin udulmasının da səbəbi bu 037 saylı hərbi hissənin parkıdır ki, bütün texnikalar burada təmir edilirdi və döyüşə bırakılırdı. Sağ olun, var olun, təbrik edirik sizi, sağ olun. La ilahe illallah Muhammeden Resulullah. Bizi yolundan döndürme. Bizi rahmetsiz bırakma. Hay isminin hürmetine bize yeniden dirilişi nasip eyle ya Rabbi. Mübarek ad günü, mübarek şad günü, ad günü, mübarek 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 ol. İllərlə səbr edib dözdü bu xalqım. Bilirdi bu həsrət bir gün bitəcək. Qarabağ düşməndən azad edildi. Azərbaycan zəfər günün mübarək. Bilsinlər şəhidlər, bilsin qazilər, tökülən o qanlar olmadı hədər. 44 gündə gəldi bu böyük zəfər. Qarabağ bizimdir, hamı biləcək. Azərbaycan zəfər günün mübarək. Qanla tarix yazdı şanlı ordumuz.
zəfərlə taclandı milli ruhumuz. Özünə qayıtdı cənnət yurdumuz. Artıq Qarabağım çiçəklənəcək. Azərbaycan, zəfər günün mübarək. Dastan yazdı hər zabitin, əskərin. Dağıtdı düşmənin postun, səngərin. Qarşında diz çöktü mənfur düşmənin. Hər zaman qarşında tir-tir əsəcək. Azərbaycan, zəfər günün mübarək. Var xalqımın müzəffər sərkərdəsi. Qılıncdan itidir onun kəlməsi. Bəs eyləyər bircə kəlmə deməsi. Dəmir yumruq yenidən birləşəcək. Azərbaycan, zəfər günün mübarək. Minlərlə şəhidlər, bunca qazilər, nə də gördüyümüz o faciələr. Nə qədər üstündən keçsə də illər, heç vaxt yaddaşlardan silinməyəcək. Azərbaycan, zəfər günün mübarək. Zəngilan bizimdir, Laçın bizimdir, Kəlbəcər, Füzuli, Ağdam bizimdir. Xankəndi, Xocalı, Şuşa bizimdir. Düşmən birdə yuxusunda görəcək. Azərbaycan, zəfər günün mübarək. Elxanoğlu deyir, gəlin səbr edək. 30 il dözmüşük, 5 ildə dözək. Yenə də düşmənlər ağıllanmasa, ordumuzu İrəvanda görəcək. Azərbaycan, zəfər günün mübarək. Azərbaycan, zəfər günün mübarək. mübarek La ilahe illallah Muhammeden Resulullah. Bizi yolundan döndürme. Bizi rahmetsiz bırakma. Ay isminin hürmetine bize yeniden dirilişi nasip eyle ya Rabbi. Vətəni sevməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz. Ey ay, dadı bey, dadı yaman ey. Sən məni sən mənim köksümdə çarpan ürəksən, mən sənin köksündə kiçik bir zərrə. Mənə qanad verən odlu ürəksən, adına özünə vətən deyirəm, çölünə düzünə vətən deyirəm. Ey ay, dadı bey, dadı yaman ey. Ya Biz vətən yolunda otlardan, alovlardan keçmişik. Kişi kimi döyüşmüşük. Başımızı, sinəmizi güllə qabağına vermişik. Torpaqda yatmışıq. Dostlarımızı itirmişik, qan kusmuşuq.